Hər kəsə məlumdur ki, yolda hərəkətdə olduğumuz zaman yol polisi bizi saxladıqda biz adətən saxlayırıq, maşından düşürük, yaxınlaşırıq polis maşınına, məsələni həll edib yolumuza davam edirik. Lakin nəzərinizə çatdırım ki, bu birmənalı olaraq səhvdir. Bəs qanunla necə olmalıdır? Yol polisi bizə saxla əmri verdikdə biz ilk öncə bu iki qızıl qaydaya əməl etməliyik. 1. Yol polisinin saxla əmrinə qeyri-şərtsiz tabe olmalı. 2. Avtomobilimizi tərk etməməliyik. Bunları etdikdən sonra yol polisinin gəlməyini gözləməliyik. Yol polisi bizə yaxınlaşdıqda yol hərəkəti haqqında qanunun 37.2-ci maddəsinə əsasən sənədləri təqdim etməyimizi tələb edə bilər. Sənədlərin üzərimizdə olmaması hər hansı bir məsuliyyət yaratmır, yəni cəriməsi yoxdur. Lakin bu maddənin 1-ci bəndinə əsasən hər bir sürücü sənədləri öz üzərində saxlamalıdır. Yol polisi sənədləri tələb etməzdən öncə yol hərəkəti haqqında qanunun 84.5-ci maddəsinə əsasən özünü təqdim etməli, dayandırmanın səbəbini, qayda pozuntusunu bilavasitə, yəni vizual şəkildə aşkar etmişdirsə, onun məzmununu və həmin pozuntunun bu qanunun hansı maddəsinə nəzərdə tutulduğunu bildirməli, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etməlidir. Əgər biz inzibati xəta hadisəsinin mövcudluğu ilə razıyıqsa, yəni qayda pozduğumuzu etiraf ediriksə, İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Yox, əgər narazıyıqsa, bu maddənin 3-cü bəndinə əsasən inzibati xəta haqqında protokol tərtib edilir. Hər bir halda yol polisi İnzibati Xətalar Məcəlləsinin 124.4 və yol hərəkəti haqqında qanunun 84.6-2-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə bizə təqdim etməlidir. Yol polisi bilavasitə aşkar etdiyi qayda pozuntusunun foto və video görüntülərini bizə göstərməyə borclu deyildir. Bunun üçün bizim İnzibati Xətalar Məcəlləsinin 61.1.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer video müşahidə vasitələrinin, yəni video kameraların nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda sürətini almaq hüququmuz var. Əgər yol polisi bizi hər hansı bir qayda pozuntusuna görə deyil, sadəcə sənədləri yoxlamaq məqsədi ilə saxlayırsa, ona bildirmək lazımdır ki, yol hərəkəti haqqında qanunun 85-ci maddənin qeyd hissəsində göstərildiyi kimi, nəqliyyat vasitəsi sənədləri yoxlamaq məqsədi ilə yalnız stasionar postlarda dayandırıla bilər. Vəssalam. Belə, əziz dostlar.